Qaynaq saçda fabrik saçımı, yoxsa uşaq saçımı? Bunların hansı daha yaxşıdır? Bu haqda bilmək istəyirsinizsə, videonu sona kimi izləyin. Qaynaq saç bazarının ən çox tələb olunan saçlarından biri uşaq saçlarıdır. İnsan başından kəsilmə saçlardır. Hansı ki, bu saçların da hamısı yaxşı olmadığı kimi struktur etibarilə dəyişkənlik göstərə bilir. Bu saç tipində, sinifində ən çox yaxşı olan tiplər Slavyan tipli saçlardır. Amma bunun da dezavantajları var. Hansı ki, nəzik strukturlu olduğuna görə başda dolaşma kimi hallar baş verə bilər. Zaten uşaq saçı dolaşmağa meyilli saçdır və uşaq saçı konkret qramda olmur. Əgər sizə konkret qram, deyək ki, 200 qram, 300 qram və yaxud 250 qram bərabər qram təklif olunursa, bilin ki, bu uşaq saçı yox, fabrik saçıdır. Başdan kəsilən uşaq saçları adətən 132 qram, 152 qram, 172 qram, 183 qram, konkret qram olmur başdan kəsilmə saçlarda.